Lənkəran rayonu Tütəpeşdə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 14-də Lənkəran rayon sakini Təhmasib Əskərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru tərəfindən döyülməsi barədə polisə məlumat verib. Müraciət əsasında Lənkəran şəhər rayon polis şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əskərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib. Həmin tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın isə dayandırılmasını xahiş edib.